Özümlə söhbət. Qoy elə o şeir şəhidimizin ruhuna hədiyyə olsun. Dəftər müəllim deyir ki, hərdən soruşuram özümdən, niyə bu dünyadan gileyləyəm mən? İstəyim, tələbim artır günbəgün, bu qədər nankorluq nəyə gərəkdir? Nədir bu inayət? Nədir bu danlar? Bəlkə bu dünyanın borcu var sənə? Dünyanın dörşünə bircədə baxmaq dəyərmi dünyanın bir möhnətinə? Nə verib almışdım mən canı gərək? Mən canı yaratdım, yoxsa can məni? Müftə aldığımı qaytaram gərək. Bəs nədir görəsən ağrıdan məni? Mən heç gəlməsəydim dünyaya əgər, dünyadan bir çölmü əskiləcəkdi? Anamın bətnində ölsəydim əgər, dünya yoxluğumu nə biləcəkdi? Allah cəm dünyasını təşəkkür Allah köməyiniz olsun, Allah razı olsun. Bəli, ümumiyyətlə burada iştirak edən hər bir kəs demək şəhid məzarı önündə söz demək yarındadır. Mən indi tədbirlərimiz olacaq bizim vaxtımız az olduğuna görə terror əməliyyatında şəhid olmuş Əzibəyin atasına söz verirəm. Sonunda Fuad qardaşımız öz minnətdarlığını bildirir. Sağ ol Telman qardaş. Mən də ilk öncə tədbirdə iştirak edən insanları, şəhid ailələri başda olmaqla salamlayıram. Bütün gələn qonaqlarımıza Allahdan möhkəm can sağlığı arzulayıram. Ürünləri bildiyimiz kimi Yelgiz balamızın cənnətdəki dəyişməyən mövlududur. Bu münasibətlə burada iştirak edirik. Allah Yelgiz balamızın timsalında bütün şəhid balalarımızın məqamlarını uca eləsin, məkanlarını cənnət eləsin. Allah bir daha Azərbaycan xalqına müharibə qismət eləməsin. Bayraqlarımızı bayraqlar içində uca eləsin. Ali baş komandanımızı qorusun, müzəffər ordumuzu qorusun. Yəni dəyərli insanlarımız, şəhid valideynlərimiz yəni burada çıxış elədilər. Yəni uzun illərdən bizim gözümüz olub, mən də özümə borc bilirəm ki, yəni bu sözü deyim. Mən də bizcə 92-ci illərdən uzun sürən o müharibələrdə iştirak elədiyimizə görə mən özümə borc bilirəm ki, o uşaqların da adını çəkim. Yəni bizim elə bir günlərimiz olub ki, o müharibədə 92-ci illərdə, yəni biz onu uşaqlarımız bizim unutturdular o dərdlərimizi, yəni unutturdular. Yaralı olan qazilərimiz var, yəni onların hamısını otururuq, söhbət edirik. Yəni onlar hamısı öz dərdlərini unutdular, iki özüm qarışıq. Mən bir daha o istəyir birinci vətən olsun, istəyir ikinci müharibəmiz vətən müharibəsi olsun. Yəni bütün şəhidlərimizin məqamlarının Allahdan ruhlarının şad olmağını arzu edirəm ki, Allah onların məqamlarını uza eləsin, valideynlərinə səbir versin, rəhmətə gedən valideynlərinin də yerin cənnətləsin, balaları ilə qovuştursun. Yəni bir daha Azərbaycan xalqına müharibə qismət eləməsin. Hamısının ruhu şad olsun, var olasınız, çox sağ olun. Sağ ol, sağ ol. Əgər çıxış eləyən yoxdursa, sonunda şəhid Yelgizin atasına söz verək, axırda da İbad qardaşımız bir fatihə verir.